93. ildə bura Bakıya dəvət edərkən mən bilirdim ki, burada nə qədər çətin və ağır vəziyyətdir. Mənim əlimdə nə silahlı dəstə vardı, nə mənim ordum vardı, nə mənim bir qruppam vardı, heç bir şey yox. Və sual olunur, nə arxalandı Heydər Əliyev? Durdu, gəldi, bodun içine girdi. Halka düz deyirsiniz. Size Kudretine heyran olmuş bütün cahan, dahiler dahisi ey büyük insan. Geçtiği yolları bir hüner oldu, halkına söykendi bir önder oldu. Odlar yurdumuzun od nefesinden, yüreği güç aldı, sözü güç aldı. Dönmedi yoluna ezemetinden, halkın hikmetinden, mehabbetinden. Yağılara düşman oldu,